Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib. Yarmarkanın açılışı zamanı agentliyin idarə heyətinin sədri Hasil Abbasov işğaldan azad edilən ərazilərə böyük qayıdış proqramının icrası çərçivəsində doğma yurdlarına köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bu tədbirlər sırasında əmək yarmarkalarının təşkilinə də xüsusi önəm verildiyi, ötən dövrdə işə götürənlərlə sıx əməkdaşlıqda 36 əmək yarmarkasının təşkil edildiyi qeyd olunub. Böyük qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə məşğulluğun təmin edilməsi Dövlət Məşğulluq Agentliyinin ən ümdə vəzifələrindən, eyni zamanda ən həssas yanaşdığı fəaliyyət istiqamətlərindəndir. Bu gün Laçında sayca 11-ci əmək yarmarkasını işə götürənlərlə bərabər təşkil etmişik. 9-u dövlət, 12-si özəl tərəfdaş olmaqla ümumilikdə 21 işə götürən tərəfindən 86 vakansiya burada təqdim edilir, təklif edilir və bu platformada biz Laçınlıların, Laçın əhalisinin iş axtaran, işsiz olan qisminin burada işə götürənlərlə və onların təklif etdiyi vakansiyalarla yaxından tanış olması və eyni zamanda vakansiya tələblərinə uyğunluğun müəyyənləşdirilməsi platforması formalaşdırılıb və inanırıq ki, burada əmək münasibətlərinin başlanğıc üçün gözəl bir an və fürsət kimi qiymətləndiriləcəkdir. Əmək yarmarkasında 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, fəhlə, dəmirçi, gözətçi və digər peşə istiqamətləri üzrə ümumilikdə 90-a dək vakansiya təqdim olunub. Tədbirdə iştirak edən, işsiz və iş axtaran şəxslərə vakansiyalar barədə ətraflı məlumat verilib. Onların uyğun işlərə yönləndirilməsi həyata keçirilib. Mən Sovetin vaxtından aqronom entomoloqu Nərmanov savxozunda işləmişəm. Ondan sonra Liqaçqına düşmüşük. Məcbur köçkün düşəndən sonra da yenidən qayıdıb gəlmişik. Parniklərdə olan işlərlə əlaqədar məşğul olmuşam. Ancaq indi hal-hazırda işsizəm. Aşpaz işləmişəm. 2 ildir, 3 il. 3 ildir də Laçında aşpaz işləmişəm. İndi amma hələlik iş yoxdur. Baxım görüm nə iş, məsləhət iş olarsa ona gedərəm. Vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq proqramları və layihələri barədə də məlumatlar verilib. Qarabağ Peşə Hazırlığı Mərkəzi də tədbirdə öz stendi ilə təmsil olunub. İşsiz və iş axtaran şəxslər mərkəzin fəaliyyəti, təşkil olunan kurslar və müraciət qaydaları barədə məlumatlandırılıb.